Müstəqilliklə bağlı kifayət qədər danışdıq. Təşəkkür edirəm bu arada Polad. Çox sağ olun. Hüquqi məsələlərlə bağlı, indi bu sizin nəticədə sahənizdir. Gəlin belə deyək də, siyasi şərhçi, hüquqşünas və s. bu ünvanlardan yəni müstəqil olaraq bir vətəndaş kimi, məsələn, mən sizə bir sual verim ki, tutaq ki, yol hərəkəti qaydaları ilə bağlı, deyək ki, magistral yolda əgər günah məndə deyilsə, yəni deyək ki, mənim yolumdur, mən saatda 80 ilə hərəkət edirəm, saatda 90 km sürətlə hərəkət edirəm və piyada zolaq olmayan yerdə, keçid olmayan bir yerdə mənim yoluma çıxıb və mən bunu vurmuşam, bu piyadanı və nəticədə piyada ölüb və yaxud da ki, ağır xəsarət alıb. Hüquqi nəzəri baxımdan məsuliyyət piyadada olmalıdır. Amma Azərbaycanda sürücü problem yaşayır bununla əlaqəli. Bu sizcə hüquqdakı boşluqdurmu, yoxsa praktiki olaraq bunun tətbiqində problem varmı, yoxsa dünya praktikasında başqa ölkələrdə də bu nümunələrə rast gəlmək olurmu? Yəni bunu necə dəyərləndirirsiniz? Azərbaycan Cinayət Qanununa görə, yəni Cinayət Məcəlləsinə görə əməlin törədilməsinin iki əsası var. Ya ehtiyatsızlıqdan törədilir, ya qəsdən törədilir. Ehtiyatsızlıqdan törədilən əməldə cinayətkarcasına özgüvən əsasında formalaşdırıla bilər və laqeydlik əsasında formalaşdırıla bilər. Bu baxımdan ehtiyatsızlıqdan törədilən əməl də cinayət sayılır. Heç kəs maşın sürəndə məqsədi qəsd olmur ki, adam keçsin, onu vurum, öldürüm. Belədir. Lakin ehtiyatsızlıqdan törədilən əməlin də Azərbaycan qanunvericiliyində məsuliyyəti nəzərdə tutulur. Təbii ki, bununla bağlı aidiyyatı orqanlar istintaq aparır. Detallar araşdırılır. Lakin əgər yol hərəkəti qaydalarına uyğun olaraq maşın, nəqliyyat vasitəsi idarə olunursa, piyada inzibati xəta törədərək piyada keçidində keçmir, başqa yerdən keçirsə, bu həmin sürücünün ehtiyatlı davranıb onu hadisədən qorunması üçün əsas vermir. Yəni, o adam qanun pozub. Bu qanun pozubsa, siz öz yolunuzdan istədiyiniz sürətlə gedib onu vura bilərsiniz, anlayışı mövcud deyil. O qanun pozub, siz sükanı idarə eləməlisiniz, özgüvən olmamalıdır, yəni cinayətkarcasına özgüvən olmamalıdır, az əvvəl dediyim, və laqeydlik olmamalıdır ki, həmin şəxsə qarşı vurub insan ölməsin, həyatına təhlükə yaranmasın. Bugün bizim cinayət qanunvericiliyimizdə ehtiyatsızlıqdan yol hərəkəti qaydalarının pozulmasına görə, törədilmiş əmələ görə məsuliyyət nəzərdə tutulur. Mənim sahəm cinayət hüququ olmadığına görə, amma bu dediyim məsələlər Azərbaycan Cinayət Qanununda var. Sahəm cinayət sahəsi olmadığına görə bu barədə, beynəlxalq təcrübə barədə fikirlərimi bölüşə bilmirəm. Amma bizim milli qanunvericimiz bundan ibarətdir. Amma burada sürücünün, daha doğrusu piyadanın da məsuliyyəti olduğunu nəzərə alsaq, bu məsuliyyət ən azından, məsələn, deyək, nümunə üçün adam piyada zolağında vursaydı, tutaq ki, deyək də, 14 il iş düşürdüsə, magistral yolda vurubsa, burada bir azalma, bir güzəşt nəzərdə tutulur mu? Təbii ki, detallar nəzərə alınır. Qəsdən ehtiyatsızlıqdan adam öldürmənin sanksiyaları fərqlidir. Təbii ki, ancaq piyada qanun pozursa, mən də qanun pozum, onu vurum, anlayışı mövcud deyil. Sən ehtiyatlı olmalısan. Bir digər məsələ çıxarışlarla bağlı idi. Deməli, Bakıda bilirik ki, yüz minlərlə çıxarışsız evlər mövcuddur. Belə bir proses gedir ki, bunlara çıxarış lazımdır, bunlar çıxarış nə vaxt alacaq? Bunun bu hüquqi zəmini nə formadadır? Yəni nədir bunun əsası, hüquqi əsası ki, məsələn çıxarışsız ev, orada əgər ev tikmək olmazsa, niyə orada ümumiyyətlə ev var və yaxud orada ev varsa bunun niyə çıxarışı yoxdur? Və yaxud da çıxarış veriləcəksə bu proses nə cür olur? Hüquqi baxımdan hansı formada olur bu? Evləri nəzərdə tutursunuz, yoxsa digər əmlakları nəzərdə tutursunuz? Daşınmaz əmlak və ya ev, ümumiyyətlə ev. Azərbaycan Respublikasında daşınmaz əmlak sahəsində mövzu aktualdır və kifayət qədər daşınmaz əmlakın dövlət reyestrində çıxarışına alınması ilə bağlı problemlər mövcuddur. Bu problemlər nədən ibarətdir? Əsasən Bakı şəhərində 500 mindən artıq, statistika dəqiq deyir, 600 mindən artıq evlərin sənədsiz olması, bir, çoxmənzilli binalarda MTK vətəndaş arasındakı münasibətlər, 2, torpaq sahələrinin xüsusi mülkiyyətə keçirilməsinə dair bələdiyyə və dövlət torpaqları arasında Bakı şəhərində
ayrıca aktaran mövcud olmaması, torpaqların təyinatının dəyişməsi ilə bağlı yaranan problemlər, mühafizə zolaqları, onlara yenidən baxılmama məsələsi, qeyri-yaşayış obyektlərinin qanunsuz olaraq tikilməsi və onların sənədləşməsi ilə bağlı məsələ. Sonuncudan başlayaq. Qeyri-yaşayış sahələrinin sənədləşməsi ilə bağlı Cənab Prezidentin 2023-cü ildə fərman oldu, amnistiya xarakterli. Ölkədə mövcud olan qeyri-yaşayış sahələrinin əksəriyyəti, demək olar ki, çoxu bu fərmanın faydalarından istifadə elədi və müraciət elədi. Lakin təəssüflər olsun ki, fərdi yaşayış evlərində, mənzillərdə, torpaq sahələrində qanunvericiliyimiz yetərli deyil. Daşınmaz əmlakın dövlət reyestrində çıxarış alınması üçün. Təməl problem torpaqlanmalıdır. Və bu çox önəmli idi. Məsələn, dediniz yetərli deyil, bu çox önəmli idi. 2001-ci ilə qədər dövlət torpaq ayıra bilirdi icra hakimiyyətləri vətəndaşın mülkiyyətinə. 2001-dən etibarən ayıra bilmir. 2001-ci il yanvarın 1-dən etibarən icra hakimiyyətləri vətəndaşın mülkiyyətinə torpaq ayıra bilməz. 2007-ci il oktyabr ayının 23-nə qədər bələdiyyələr vətəndaşların mülkiyyətinə torpaq ayıra bilirdi. 2007-ci il oktyabr ayının 23-dən etibarən bələdiyyə torpaqlarının idarə olunması haqqında qanuna edilmiş dəyişikliyə əsasən bələdiyyələr torpağı hərrac vasitəsilə sata bilər. Amma bugün Bakı şəhərində bu baş vermir. Niyə? Çünki bələdiyyə torpağı ilə dövlət torpağının sərhədləri məlum deyil. Hansı torpaq bələdiyyənin də Bakı şəhərində məlum deyil. Bunun nəticəsində vətəndaş həyətyanı torpaq sahəsindən 1 metr belə olsa mülkiyyət ala bilmir. Əgər artıq sahəsi varsa 1 metr belə mülkiyyət ala bilmir. Və bunun nəticəsində geniş mənada əhali yaşayış şəraitini yaxşılaşdırmaq üçün ev tikmək istəyir. Torpaq sahəsi sənədsiz olduğuna görə orada hüquqi qanuni əsaslarla ev tikə bilmir. Qanuni əsas nədir ev tikməyin? Şəhərsalma Məcəlləsinin 80-ci maddəsinə əsasən torpaq sahəsi mülkiyyətdə olmalıdır, istifadədə olmalıdır və icarədə olmalıdır. Yəni çıxarış əsasında. Və vətəndaş Şəhərsalma Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq məlumatlama icraatı qaydasında o standartlar var. Onları da vaxtınızı almaq istəmirəm. Həmin standartlar çərçivəsində ev tikə bilər. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyatdan keçəcək. Amma torpaq mülkiyyətdə olmayanda nə baş verir? Müvafiq dövlət qurumunun hərəkətsizliyi ilə müşahidə olunan, yəni onun hərəkətsizliyi nəticəsində vətəndaş əmlaka inş edir. Və bu heç zaman ora çıxarış ala bilmir. Bundan daha təhlükəli məqam odur ki, həmin hissələr bir çoxu mühafizə zolağında yerləşir. Elektrik xətlərinin mühafizə zolağında yerləşir. Su, boru xətlərinin mühafizə zolağında yerləşir. Neftin mühafizə zolağında yerləşir. Avropa Konvensiyası əsasən bu həm də insan həyat və sağlamlığı üçün təhlükəli məqamdır. İnsan yaşayış yeri seçərkən təhlükəsizliyi də təmin olunmalıdır. Bax, bunun nəticəsində bu cür problemlər olur və 500-600 min sənədsiz ev mövcuddur. Bu sənədsiz evlərin mövcud olması Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir. Necə? Həmin sənədsiz evlər vergi ödəmir. Çünki əmlak vergisi ödəmək üçün mütləq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat olmalıdır. Qeydiyyat olmadığına görə verginin predmeti deyil. Eyni zamanda sənədsiz evlər alqı-satqının predmeti deyil. Notariusda ödənişlər olunur. Vərəsəliyin predmeti deyil. Sığorta oluna bilmir. Girov qoyula bilmir. Sadə desək havada qalır. Bəli, satıla bilmir. Böyük bir problemdir. Bax, bu baxımdan bu məsələ ilə bağlı xüsusi yanaşma tələb edir bu. Mən düşünürəm ki, bunun həlli ilə bağlı, yəqin ki, səlahiyyətli orqanlar da bu barədə addım atır. Torpaq sahəsinin taleyi müəyyən olunmalıdır. Torpaq sahələri vətəndaşın mülkiyyətinə verilməlidir. Onun ardınca üstündəki sahələr sənədləşməlidir. Mühafizə zolağında olan ərazilər mütləq çıxarılmalıdır. Mühafizə zolağında vətəndaşın mülkiyyətində əmlak ola bilməz. Çünki bu dövlətin ümumi maraqlarına, insan və cəmiyyətin maraqlarına zərərdir. Bu yaxınlarda leysan sularının normadan artıq yağdığına görə şəhərimizin müəyyən hissəsində
Bor xətləri dolmuşdu və ev söküldü. Çünki mühafizə zolağının üstündə idi. Bax, bu baxımdan daşınmaz əmlakla bağlı mövzular aktualdır. Sadaladığım ümumi problemlər təxminən bunlardan ibarətdir. Bəli, təşəkkür edirəm çünki bu yüz minlərlə vətəndaşımızı bu və ya digər formada əlaqədar edən belə deyək bir mövzudur. Bu sualı verməyə mən bir hüquqşünasa bu sualı verməyə özümə bir borc bildim. Bir daha təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun, gəldiniz. Ümid edirəm ki, sizin bu verdiyiniz məlumatlardan insanlar çox şey öyrəndi. Çox sağ olun. Çox sağ olun, var olun Polad bəy. Sağ olun. Bu günlük bu qədər.